oxucunu girov götürən bir roman. Nobel mükafatı laureatı Kazuo Ishiguro'nun bastırılmış nəhəng əsərini tənqidçilər məhz belə təsvir edirlər. Roman yaddaş, unutqanlıq, sevgi, günah və bağışlama kimi ağır mövzuları sakit, lakin dərin bir dillə araşdıran və danışdıran fəlsəfə əsərdir. Hadisələr Artur dövründən sonraki mifoloji Britaniyada cərəyan edir. Romanın mərkəzində yaşlı bir cütlük dayanır. Onlar kəndlərini tərk edib, uzun illər əvvəl itirdikləri oğullarını tapmaq ümidi ilə yola çıxırlar. Lakin yol irəlilədikcə aydın olur ki, bu səfərin əsl məqsədi oğullarından çox öz keçmişlərini xatırlamaqdır. Onların münasibəti sevgi və sədaqət üzərində qurulsa da, yaddaşın dumanı çəkildikcə aralarındakı gizli incikliklər və ağırlı həqiqətlərin olduğu üzə çıxır. Əsər həm də sevgi haqqında bir romandır. Romanın sonluğu sakit, lakin sarsıdıcıdır və oxucunu tək buraxmayan suallarla bitir. Bastırılmış nəhəng oxucunu düşünməyə məcbur edən, tələsmədən oxunan və təsiri uzun müddət yaddaşda qalan bir romandır. Əziz tamaşaçılar, hər birinizi bu əsrarəngiz əsərə və yazara şans verməyə dəvət edirəm. Sağlıqla qalın, kitabla qalın.